Mən Jalə Həsənli 1990-cı ilin qanlı yanvar gecəsində Bakıda rusların silahsız, əliyalın insanlara, qocalara, qadınlara, uşaqlara atəş açdığı, tankların dinç sakinlərinin üzərinə sürüldüyü həmin gecədə anadan olmuşam. Gözümü Sovet vəhşiliyini açmışam. Sovet ordusunun həmin gecə törətdiyi vəhşilikləri ağlım kəsəndə valideynlərimdən, müəllimlərimdən, tarixi faktlardan öyrənmişəm. 2 yaşım olanda isə bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı yaşandı. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə ermənilər Xankəndidə yerləşən SSR-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını mühasirəyə aldılar. O dövrün ən müasir silahları ilə şəhərə hücum elədilər və Xocalını yerlə yeksan elədilər. Çox saylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı və yandırıldı. İnsanlar isə xüsusi qəddarlıqla qətlə yetirildilər. Rusiya Ermənistana rəsmi şəkildə silah vermədiyini iddia eləsə də, faktiki olaraq Rusiya ordusunun arsenalından Ermənistana yüzlərlə tank, artilleriya sistemi, raket qurğuları ötürüldü. Biz bunu bilirik. İkinci Qarabağ müharibəsində də biz ermənilərlə yanaşı əsas Rus silahına qarşı vuruşurduq. Şuşaya atılan böyük dağıdıcı gücə malik İskəndər M, Gəncədə mülki şəxsləri qətlə yetirən Toçka U raketləri də həmin Rusun idi. Bütün bunları görmək üçün Hərbi Qənimətlər Parkına nəzər yetirmək kifayət eləyir. Bütün bunları görmək üçün dediyimiz kimi Hərbi Qənimətlər Parkına gedin, bir ora nəzər yetirin. Kim ki bunu danır ki, orada Rus silahları yoxdur, gedib orada nəzarət edərək bunu görə bilər. Bəs bu illər ərzində Rusiya Azərbaycan üçün neynədi? Heç bir real yardım eləmədi. Ermənistanın işğal elədiyi torpaqlardan çıxması üçün nəinki heç vaxt siyasi və ya hərbi təzyiq göstərmədi, əksinə. Orada qalmaları üçün də əllərindən gələni elədi. Təxmini 10-11 yaşlarım var idi. Televiziyadan, valideynlərimdən eşidirdim ki, Azərbaycanlılar Rusiyanın müxtəlif şəhərlərində skinheadlər və OMON tərəfindən təqib olunurlar. Təkcə Azərbaycanlılara deyil, qırğızlara, özbəklərə, çeçenlərə, bir sözlə qeyri-rus olan insanlara qarşı zorakılıq baş verirdi. Metrolarda döyülmələr olurdu, bıçaqlanma kimi hallar baş verirdi. Onların ticarət obyektləri dağıdılırdı, müxtəlif bəhanələrlə kütləvi həbsləri həyata keçirilirdi. Bugün artıq mənim 35 yaşım var və 35 ildir ki, bu bəlaları, tarixi hadisələri oxuya-oxuya, analiz eləyə-eləyə gəlirəm. Biz Rusu bugün tanımamışıq. Biz Rusu 1804-cü ildə Gəncə qapılarına dayananda, biz Rusu Sisyanovdan tanıyırıq, biz Rusu 1828-ci ildə Azərbaycanı Türkmənçay ilə 2-yə böləndən, zaman-zaman erməniləri Qarabağa köçürüb sonraki problemlərimizin əsasını qoyandan tanıyırıq. Heç kim və heç nə unudulmur. Dəyişən təqvimdir, tarix isə yenə təkrarlanır. Yenə Rusiyada qeyri-ruslara, xüsusilə də müsəlmanlara qarşı təqib, zorakılıq, ölüm halları davam edir. Son aylar Rusiyada baş verən hadisələr bu ölkədə qeyri-ruslara, xüsusilə müsəlman xalqlara qarşı münasibətin sürətlə dəyişdiyini açıq şəkildə nümayiş etdirir. Artıq sistemli və mərkəzdən idarə olunan təzyiq mexanizmlərindən söhbət gedir. Dəhşətlisi budur. Yekaterinburqda Səfərovlar ailəsinin yaşadıkları ünvanlara Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat bu reallığın ən sarsıdıcı nümunələrindən biridir. 5 nəfər. Bu əməliyyat nəticəsində 5 nəfər işgəncələrlə